Salam dostlar, sabahınız xeyir, necəsiniz? Səhər saat 7-dir, həyəti suluyuram. Reyhanlarıma baxın, görün necə gözəl. Maşallah, böyürlər. Bu əzan gülü dedikləri belə bir şeymiş. Düzü heç xoşuma gəlmədi. İndi bəlkə də bütöv açanda daha qəşəng görünür. Çünki hər yerə tumurcuğu var. Açsın, ondan sonra bu böyürlərdən açılmış yəni. Baxın, bunlar tumurcuğuymuş. Bəs bu baş hissədə, bunlar böyüdükcə tumurcuq gətirir yəqin. Bunlar artıq açıb solub. Görməmişəm. İndi onlar açır. Amma çox böyükdür də, gülümü tutur. Bilsəm bunu arxadan əkərdim. Nəysə, amma anam deyir toxumdan olur. Axı belə bir şeydir, bunun toxumu falan yoxdur. Bu yəqin ancaq belə kökü qalır yerdə. Şey kimi, baxın, gül hatimi gülü var. Ölür, təzədən kökündən çıxır. Yəqin bu da elədir. Elə olsa çıxardıb kənardan əkərəm. Güllərim, yeni həyətimin vəziyyəti. Balaca pomidorum. Xəstəlik var, o hissədə saralma xəstəliyi. Pomidorlar bir-birinə girib. Vaxtım olmayıb, onları bağlayacağım. Qarış-quruş olub. Biberlər, badımcan oradadır. Oca bordu atmaq lazımdır, bordu. Ay, biraz belə sulayaq. Bordu atmaq lazımdır. Badımcanlarda da var. Evet, suladım indi. Özlərinə gəlsinlər. Bu da gözəlləri göstərim. Bunu da belə qıraq buradan. Artıq yeni çiçəklər gətirəcək. Bunlar quruyub. Quruyanda da çox pis görünür. Belə. Buraları da göstərəcəm. Orada da belə əkmişəm. Sizə şey göstərmək istəyirəm. Göz yumurtaları. Ördəklərim, bazlarım maşallah. Çivilər, baxın. Görək böyüyəcək çivilər. Sən də sussan, çəkili yotular. Baxın. Qanadından qırıb əkmişəm, hamısı bitib. Burada əkmişəm, görürsünüz. Baxın, quru olanlar bitməyib, yaşıl olanlar bitib. Çəkili yotum. Çox sevindim. Burada da var, burada da tutanlar var. Burada əkmişəm, görək tutacaq ya yox. Görək də biraz həyətdə belə bir dəfə borda atdım. Biraz düzəltdi. Sonra mucu baxıram, yenə ehtiyacı var. Bir dəfə ilə olmur. Qış borda almaq lazımdır. Çünki olmur elə həqiqətən. Baxın, bunun belə uzanan qanatları çox oydu. Qırdım, əkdim. Biraz amma saralma gedib burada nəsə. Onları niyə gedib bilmirəm. Maşallah, şeşlotumun il gözəlliyisi var ki. Bunu göstərim sizə. Bunun nə gözəl rəngi var. İçinə, formasına, rənginə. Açıq çəhra kimi düşür, amma yox. Biraz bənövşəyilik var. Naxışlarına, içinin formasına baxın. Burada belə bir qəribə, belə bir şey var. Deyək, bax bu. İçində belə boru kimidir. O uzun dimdik o arı quşları olur. Bax, onlar üçündür də bu güllər. Bax, belə gəlib, dimdiklərin belə soxurlar içinə. Bax, bal yığırlar, tozlanma eləyirlər. Baxın tozlara. Polen tozları, görürsünüz. Ay, maşallah, nə gözəliymiş. Yəni, burada da belə bir qəribə bir şey var. Bilmirəm necə düşür. Baxın, əlimin düz ucunda belə bir nazik, uzun. Çox qəribədir, çox qəribə, çox gözəldir. Güllərim. İndi bunu göstərəcəm sizə. Bir izləyicim yazıb ki, kağıt toxumu necə əldə eləyim. Baxın, indi çıxartdım torpaqdan, artıq quruyub. Kaha belə böyüyür, çiçək açır, quruyur. Belə toxumları olur. Çıxardım birini göstərim sizə. Görürsünüz əlimdə. Görünürmü kamerada? Baxın, artıq toxumdur. Gördünüz? Vəsə. Ehtiyac yoxdur. Bunu belə saxlayırsınız. Baxın, toxumları, kaha toxumları. Səpək həyətə bir-iki yerə. Gördünüz mü?
Bir iki yere səpdi, atdıq ora. Pis kahalar olacaq orada. Bunun gözəlliyinə top da elə bil. İndi bunun toxumunu saxlayacağım. Bu mənim qırmızı kahımdır. Payızda əkəcəm və çox gözəl. Mən bu il bu kahını işlətdim, maşallah. İndi çıxıram evin üstünə. Ay, necə yanıb bunlar. Buna baxın. Necə yanıb kah. Güllərim. 2 gün sulanma belə olur, İnan 2 günə bax bu vəziyyətdir. İndi bir vedrə ilə gətirim suluyum. Şlankı çəkməyə ərinirəm vallah. Ay, buna bax uzanmışdı özdə. Yenidən çətindirirlər, təmiz ölüb. Diriləcək bu görən. Mən bu necə bu qədər susuz qoydum. Uğur böceği, uğur böceği. Bura niye böyle su kimidir? Ya aşağı belə bir. Ay, mənim buradaki bostanlarımı göstərim sizə. Burada belə soğan əkmişəm. Burada həm pərpətöyünüm var, həm pomidorum var. Cövhər nanəm. Yarpızım. Bura cəfəri əkdim, çıxmadı. Təzdən yenə əkərik. Burada pırasalardı. Pərpətöyün də çıxıb, bir də yenə pırasa toxum əkmişəm, bitiblər. Həqiqətən sulamasaq, bax belədirlər. Sulamasaq. Bu da bodur pomidorumdur. İndi bunun içine falan baxın, bu nədir? Hər şey bitib içində. Pomidordan başqa hər şey bitir içində. Baxın, minik minik pomidorları var. Mənim görünür ya yox, əlimin altından. Buna baxın. Alağa, ulağa. Diblər. Əslində alaq deyil, qızıl baldırdı, amma diblərini açmaq üçün yolmalıyıq. Pomidorlarımız da bitir. Bu da qırılıb buradan. İlişəcəyi qalıb, amma ölməyib. O da mən qırdım bilmədən. İlişəcəyi qalıb. Bundan da dibini açaq. Əslində bura peyin atmışdım deyə yeyilə bilən otlar çıxıb geçək. Nəysə day. Dibi balacadır zaten. Burada da pomidorlarımız var. Hem boranı var, hem pomidor. Elime keçəndən əkmişəm. Otları verək toyuqlara. Ölürlər otdan ötürü. Bunlar laf çox suyub. Gedim su gətirim. Pərpətöyünlərə dəymirəm. Bura baxın. Oy oy oy. Vəziyyətə baxın. Kahlarım da çıxıb. Ot da çıxıb. Alaq da çıxıb. Kahlar da çıxıb. Bir dünya ot alaq çıxıb. Qarpız da əkmişdim. Qarpız da bitib. Qarpızı yolmadım görə. Nədir qarğa? Baxın. Bu qarpızdır. Görürsünüzmü? Görək bitəcəyimi. Buranı qarpız. Yemiş, hər şey əkmişəm. Kökü tərpəndiyi görən ölməz. Sanki bir dəqiqə gətirəcək, hamısı bitəcək içə. Yenə də murta əkmişəm da. Ay, belim ağırdı əyilməkdən. 2 gün dalbadal işte oldum, çok yorgunum. Bakın bu yemişti. Bu boranda mı diyesem, bu qıraq yemiş olmalıdır. Yemiş toxumları əkmişdim. Burası spanaq əkmişəm. Spanaq əvəzi ot basıb. Ot dediyim əslində qızıl baldırdı. Qızıl bacaq, qızıl baldır. Bunlar yeyiləsi doğalıqdılar da. Amma mən spanaq, buna bax, spanaqlar içəndə balaca qalıb. Deyil spanaq. Hamısı bunlardan bitib.
Başların yolaq, kökünü çıxartmayaq bari. Sonra doğuya falan qatarıq. Uzananda yenə. Ispanağımın əvəzinə hər şey bitib burada. Allah ulaq. Dediyim kimi yenə bunları da qəşəng doğuya qatmaq olur. Allah ulaq da deməyək bunlara. Bunlar yaxşıdır. Ay elə bilmirəm ki. Elə bilmirəm. Burada da keşnişin yerinə yenə də nə desəm bitib. Gətirim su verim keşnişlərimə. Mənim kamerada necə görünür? İşıq vurur, güneş vurur. Gün çıxdı. Mən duranda gün yox idi. Gün artıq çıxdı. Bunları verəm toyuqlara. Vəzəllər. Ay Allah. Xəstəlik vurdu yenə. Bu xəstəlik mənə əsəb elədi. Bu qarpızdır. Baxın bitib. Bu xəstəlik mənə əsəb elədi. Buna baxın. Yenə yolu batacam bunları. Ay Allah. Bezdim tay. Bu vəzəllik gözəllik tər-tər. Kül olmadı. Atam yenə bu vəziyyətə düşdülər. Hirsimdən yoluram bax. Hirsimdən. Mən bu il bu xəstəliyin üzündən vəzəllik yeyə bilmədim. Bu nə xəstəlikdir belə? Buna bax belə altı olur ağaq. Zibil. Nə xəstəlikdir bu, nə? Qarpızlara baxın, 2 dənə qarpız. Bitsin burada nə xəstəlikdir bilmədim. Nə xəstəlikdir vurdu bunları. İndi şey eləyərəm bunları mən. Kül çıxartmağa vaxtım da yoxdur. Kül çıxardım bunlara verim. Borani. Bakın. Burada boranisi var. Ama erkek çiçek yoktu. Bu dişi çiçekti. Üstünde de boranisi var. Ama erkek yoktu ki ben bunu tozlaştırım. Erkek açan yoktu. Ayda. Buna bakayım. Kara lahananı yoldum. Bilmeden yoldum. Eybi yoktu. Neyse. Boranicik. Allah kulakları yolur ha. Pomidor, hepiniz kurumuşsunuz. Orada nanem de kuruyup. Olamaz. Gidip su getireyim. Burada biraz nanem var, o da kurudu. Buna bak. Burani mi? Burani. Kocaman olmuş kabın içinde. Burada diyesen ya borandı ya yemiş. Bakın şu değmişim. Burada da bir şeyler var. Ay Allah, bunda nəsə yeyib, qurt düşüb yəqin. Buna baxın, ot duyub əməlli başlı. Burada şey var. Ay səni, bu nə ot duyur belə? Görüm qurt tapacağım. Burada bilirsiniz nədir bunlar? Brokoli, kələm. Dedim payızlıq. Çıxardıb işçilərinə əkərəm. Bunun nəsə əməlli başlı ot duyub. Neyse belə dostlar, bunları mən suluyum. Bugünlük bu qədər. Sağ olun.